Gəlin bu axşamki Liverpool-Qarabağ oyunu öncəsi bilməli olduğunuz əsas məqamlara sürətli bir nəzər salaq. Deməli, Qarabağ bugün əfsanəvi Anfield stadionunda Liverpoolla qarşılaşır və bu sadəcə bir oyun deyil, Azərbaycan futbolu üçün doğrudan da tarixi bir şans ola bilər. Birincisi və bəlkə də oyunun ən həlledici nöqtəsi Liverpoolun müdafiə böhranı. Təsəvvür edin, komandada cəmi bir sağlam mərkəz müdafiəsi qalıb, Virgil van Dijk. Qalanlar ya zədəlidir, ya da başqa səbəbdən oynamır. Yəni məşqçi Arne Slot müdafiə xəttini demək olar ki, yarım müdafiəçilərdən qurmaq məcburiyyətindədir. İkincisi, bəs Qarabağ bundan necə istifadə edə bilər? Plan əslində çox sadədir. Onların iki əsas silahı olacaq. Rəqib mərkəzdə topu itirən kimi sürətli əks hücumlar və standart vəziyyətlər, yəni künc və cərimə zərbələri. Çünki Liverpoolun bu təcrübəsiz müdafiəsi məhz belə anlarda çox boşluq verə bilər. Və nəhayət, üçüncü məqam. Oyunun ilk 20 dəqiqəsi. Baxın, bu hissə həqiqətən də kritikdir. Liverpool evdə oynadığı üçün ilk dəqiqələrdən inanılmaz bir təzyiq göstərəcək. Qarabağın əsas işi bu ilkin fırtınaya tab gətirməkdir. Əgər bunu bacarıb hesabı uzun müddət bərabər saxlasalar, o zaman bütün təzyiq artıq mərhələ adlamalı olan Liverpoolun üzərinə qayıdacaq. Yekun olaraq, bəli, Liverpool favoritdir. Amma müdafiədəki bu ciddi problemlər Qarabağa Anfielddən tarixi bir nəticə ilə qayıtmaq üçün əla bir fürsət verir.